Salam dəyərli müəllimələr. Bu günləri sizlər üçün 6-cı sinif texnologiya dərsliyindən 22-ci mövzunun izahını, yəni duru xəmirdən məmulatların hazırlanma texnologiyasının olan dərsliyin izahını verəcəm. Dəyərli müəllimələr, bilirik ki, xəmirin hazırlanmasında əsas ərzaq undur. Unu da əldə etmək üçün unu buğda, qarğıdalı, çovdar və başqa dənli bitkilərin üyüdülməsindən əldə edirik. Yəni, dənli bitkilər insan orqanizmi üçün lazım olan çoxlu qidalı maddələrin, yəni karbohidratların, zülalların, yağların, mineralların daşıyıcısıdır. Biz istifadə edilən olunan taxıl növündən asılı olaraq un, buğda, çovdar, qarğıdalı ununa ayrılır. Yəni, unun keyfiyyəti nədən asılıdır dedikdə, unun keyfiyyəti onun rəngindən, ətrindən və dadı ilə müəyyən edilir. Dərs sözü ilə yadda saxlaya bilərsiniz. Rəngi, ətri, dadı. Bəs bişinti məhsullarının keyfiyyət göstəricisi nədir? Bişinti məhsullarının keyfiyyət göstəricisi onun köpməsidir, dadıdır və xarici görünüşüdür. Köpməsi, dadı və xarici görünüşü. Yəni, bunların hamısı, bu göstəricilərin hamısı da dəyərli müəllimələr, onun keyfiyyətindən asılıdır. Onu, bax, quru yerdə, yaxşı havalandırılmalı olan yerdə saxlamalısınız. Bilirik ki, istifadədən əvvəldə unun ilkin emalı onun ələnməsidir. Ələnən unda təsadüfi qaçışıqlardan təmizlənir, bişmə zamanı bişirmə xüsusiyyətlərini yaxşılaşdırır və oksigenlə zənginləşir. Bəs xəmirin hazırlanma texnologiyası nədən ibarətdir? Dəyərli müəllimələr, testlərdə bunlar ardıcıllıqla düşür. Yaxşı olar ki, bunu öyrənərkən ardıcıllığa fikir verəsiniz. Bax, əvvəlcə xəmiri hazırlamaq üçün unu təpə şəklində qaba tökürük. Tökdükdən sonra içində çökəklik yaradılır. Çökəklik yaradılandan sonra mayeni əlavə edirik. Mayeni əlavə edirik, xəmiri bərabər sıxlıq alana qədər qarışdırırıq. Xəmirin keyfiyyətini yaxşılaşdırmaq üçün dəyərli müəllimələr qabartma tozundan və yaxud da maya əlavə edirik. Sonra əksər hallarda da bilirsiniz ki, yumuşaldıcı olaraq turş süddən və yumurta ağından qabartma tozu kimi istifadə olunur. Bax, yumurta ağından testlərdə düşür ha, yumurtanın sarısı. Xeyr, yumurta ağından qabartma tozu kimi turş süddən və yumurta ağından qabartma tozu kimi istifadə olunur. Duru xəmirdən qida məmulatlarının hazırlanmasına bilinin və oladyanın hazırlanması üçün dəyərli müəllimələr mayalı və mayasız xəmirdən istifadə olunur. Oladya bilirsiniz nədir? Oladya buğda unundan kökədir. Duru xəmirdən hazırlanan bilinin tarixi lap çox qədimə dayanır. Yəni, demək olar ki, bütün xalqların mətbəxində bilin vardır. Bilini ruslarda bilin və yaxud da bilini deyilir. İngilislərdə pankek deyilir. Çinlilərdə çin bilini deyilir. Fransızlarda isə nazik krep deyilir. Bax, fransız sözündəki zıya baxın. Fransızlar nazik krep deyir. Zığlarla uyğunlaşdırın. Bilini də müxtəlif içiliklərlə hazırlayılır və yaxud da içiliksiz də hazırlamaq olur. Bax, baldır, xamadır, qatılaşdırılmış süddür, bir də mürəbbə ilə bilinlər yeyilə bilər. Gəlin görək, bəs bilini hazırlamaq üçün bizə hansı resurslar lazımdır? Bax, 500 milli deməli süd lazımdır. Sonra 2 ədəd yumurta lazımdır. 1 çimdik duz lazımdır. 3 xörək qaşığı şəkər lazımdır. 1 stəkan yarım buğda unu lazımdır. 2 xörək qaşığı bitki yağı, qabartma tozu, 1 çay qaşığı da qabartma tozu lazımdır. Bilinin hazırlama ardıcıllığı da belədir ki, bilin və oladyanın mayasız duru xəmirdən hazırlanır. Yəni, yumurta, duz və şəkər qarışdırılır. Qarışdırıldıqdan sonra məhlulu otaq temperaturunda olan südün və unun yarısı ilə bitki yağı əlavə edərək qarışdırılır. Qarışdırdıqdan sonra qabartma tozu əlavə edirik və qabartma tozu eyni cisli duru xəmir alınana qədər yaxşı qarışdırırıq. Sonra onu 15-20 dəqiqə kənarda dincəlməyə qoyuruq. Bilini kiçik qalın dibli çuğun tavalarda və yapışmayan örtüyü olan tavalarda pişirilir. Bilini də pişirmək üçün həmin tavanı yağlayırıq və yağladıqdan sonra onu yaxşı qızdırırıq.
Tavanı da yağlamaq üçün mətbəx fırçalarından istifadə etmək lazımdır. Bilinin xəmirini də kiçik çömçə ilə tavaya tökürük. Bax, bilini çömçə ilə tavaya töküb pişiririk, maxaranı isə stəkanla töküb sacın üzərində bişiririk. Bilinin alt tərəfi ki qızarır, üstündə də dəliklər əmələ gəldikdə çevirmək lazımdır və çeviririk. Hazır bilinləri də üst-üstə yığmaq lazımdır və kərə yağı ilə yağlamaq lazımdır. Bilini də masaya ərinmiş kərə yağıdır, xamadır, mürəbbədir, baldır. Bunlarla verilir, yeməyə bunlarla verilir. Bilinin də içliyi bilirsiniz nədən? Kəsmikdən, qiyma ətdən, düyüdən olur. Deməli, bilini də ən çox konvert və ya borcuq şəklində bükərək qızardırıq. Bəs dəyərli müəllimələr, Azərbaycanın şimal-qərb bölgəsində əsasən də bilirik ki, Zaqatala, Balakən rayonlarında milli mətbəximizin əsas yeməklərindən biri də sac üzərində bişirilən maxaradır. Yəni, onun dadı bilinə çox oxşayır, amma bişirmə qaydası fərqlidir. Yəni, bir də maxara dəyərli müəllimələr sacın üzərinə tökülərkən qıraqlarından süzülüb saçaqlanır və ona görə də maxaranı günəşə bənzədirlər. Yəni, onun o qırağından tökülən, süzülən o xəmirlər, o saçaqlar günəşə bənzətdiyi üçün onu maxaranı forması günəşə bənzirdi, maxaranı günəşə bənzədirlər. Resepti də elə bilininki ilə eynidir. Maxaranın da reseptində 500 ml süddür, 2 ədəd yumurtadır, 1 çimdik duzdur, 3 xörək qaşığı şəkərdir, 1 stəkan yarım buğda unudur, bitki yağı 2 xörək qaşığıdır, qabartma tozu da 1 çay qaşığı eynidir. Sadəcə ardıcıllığı da fərqləri var. Maxaranın hazırlanması üçün yumurtaları mətbəx qarışdırıcısı ilə qatışdırırıq, çırpırıq və sonra şəkər tozunu əlavə edib yenə qarışdırırıq. Sonra həmən məhlula süd əlavə edilir. Qarışdırma prosesində yenə çırpıcı ilə davam etdiririk. Üzərinə un, qabartma tozu, duz əlavə edirik, yenə qarışdırırıq. Sonra isə sacı möhkəm qızdırırıq, yağlayırıq. Yağladıqdan sonra həmin o hazırladığımız xəmirdən 1 stəkan sacın üzərinə tökürük və hər iki tərəfi qızardırılır. O kənarından da tökülən saçaqlar günəşə bənzədiyi üçün maxaranı günəşə bənzədirlər. Bax, bilini çömçə ilə tavada pişirilir. Çömçə ilə. Maxara isə sacın üzərində pişirilir, stəkanla tökülür. Sonra maxaranı da bişdikdən sonra siniyə yığırıq, onun da üzərini kərə yağı ilə yağlayırıq. Maxaranı da balla, şirin çayla və yaxud da sadə şəkildə də yeyə bilərik. Buyurun dəyərli müəllimələr, aydın, sadə şəkildə, sizin biləcək şəkildə izahımızı buyurun dinləyin.